Salam əziz dostlar. Deməli, qrammatika suallarını izah eləyək. Məzunlar üçün olan imtahandan. Deməli, burada baxaq bizdən düzgün yazılışı istəyir. Katalizator sözündə bu sözün yazılışı A ilə olmalıdır. İkinci sözdə ipoteka doğrudur, mesenat doğrudur. Kinematografiya yox, kinematografiya olmalıdır. Simfoniya da doğrudur. Deməli, cavabımız oldu 2, 3, 5. C variantı. İkinci sözə baxırıq. İkinci il qərarlaşdırıldı ki, başqalarına başa salmaq üçün özü hələ daha artıq biliyə möhtacdır. Belə olanda ki varsa, zaman mənasında isə birinci başdır, sonra budaq cümlədir. Baxaq elə sualımız varmı? Yox imiş. Təsriflənməyən feil tərkib əmələ gətirmişdir. Baxaq hansı idi? Başqalarına başa salmaq. Bax, möhtacdır. Kim? Bax, özü. Nə üçün? Başqalarına başa salmaq üçün. Maq üçün varsa, bu da məqsəd zərfliyi olur. Məqsəd zərfliyi olur. Deməli, bu doğrudur. Köməkçinin hissələrindən biri əsas nitq hissəsi ilə homonimdir. Baxaq, burada əsas nitq hissəsi. Köməkçi hansıda 2 var burada bir dənə, bir də daha var. Bir də 3'ün var. Bunlar da əsas nitq hissəsi deyil. Burada olan artıq sözü özü sifətdir. Artıq bilikdir. Daha artıq. Yəni artıq əmrəm olsaydı, o zaman deyərik. Deməli ki, səhv. Sifətlər ismin sualına cavab verir. Bax, burada deyirdi, sifətləşmə düşmür, amma sifət ismi sualına cavab versə elə bu isimləşmək deməkdir. Ona görə həmişə mövzuları hamısını oxumaq lazımdır. Başqa sözü sifət. Üstündə də ismin cəm və ya mənsubiyyət və ya hal şəkilçisi varsa, burada 3'ü də var. Deməli, ismin sualına cavab verir. Doğrudur. Sifətlər deyir. Burada bir sifət cavab verdi. Başqa sifət varmı? Artıq bilik. Hansı bilik? Deməli, artıq bu cavab vermir. 3 səhvdir. Təsriflənən feil xəbər şəklində məlum növdədir. Təsriflənən feil nədir? Feilin şəkilləri. Feilin şəkillərindən burada nə var? Bir dənə var. Qərarlaşdırdı. Qərarlaşdırdı sözü ikinci il qərarlaşdırdı. Burada kimsə nəyisə məcbur eləmir. Deməli, məlum növdədir. Təsriflənən feil xəbər şəklində. D da xəbər şəklində zamandır. Bu doğrudur. Zaman zərfi müstəqil cümlə üzvü deyil. Baxaq, zaman zərfi. Niyə burada hələ sözü var da? Yəni, möhtacdır nəyə? Elə bu hələ sözü də zərflik olur. Deməli, bu da səhvdir. Yönlü kal şəkilçi isim düzəltmədir. Bilmək sözündən bilik. Doğru cavabımız 4, 6, C variantı. Sonra davam edirik 33-cü sualda. 33-cü sualda uyğunluqdur. Buradan bir xətt çəkək ki, daha yaxşı görə bilək. Deməli, bizdən nə istəyəcək? Baxaq. İşarə vəzliyi təyin, cümlədə xəbər suala cavab verin. Suala cavab verməyən üzvlər nələrdir? Həmən onu deyək. Var, yox, lazım, bəs, mümkün. Bir də sual əvəzlikləri var. Yəni, baxaq, burada elə bir cavab varmı? Var burada. Var. Deməli, 2 dəqiq Y olacaq. 2 dəqiq Y olursa, birdən cavabları hamısında varmış. Bir də həm B variantı getdi. Biraz şansları azaldıblar. Bir dəqiqə. Deməli, 2-yə Y oldu. Vahidin istəyi uşaqların bugün şəhərə getməyi idi. Uşaqların getməyi ismi birləşmədir. İdi də nəyə qoşulursa onu xəbər edir. Uşaqların bugün şəhərə getməyi idi. Nə? Vahidin istəyi. Bu da ismi birləşmə. İkisi də ismi birləşmədir. Deməli, mübtədə xəbər olan harda var? İkinci dərəcəli üzvü işlənməyən sadə cümlədir. Bəli, deməli, bu da D variantıdır. 3'ə baxaq. Onun bu sözünü eşidincə Rüstəm ayağa qalxdı. Burada nə istəyir bizdən? Bunu çıxmışıq. İşarə vəzliyi harda var idi? İşarə vəzliyi təyinin vasitəsidir. Məsələn, işarə vəzliyi
2-də yoxdur. Deməli, onun sözünü burada da olmayacaq. Çünki burada zəfli olur axı. Ayağa qalxdı kim? Rüstəm nə zaman onun bu sözünü eşidincə, deməli C hecasına uyğun gəlmir. Ümumi şəxsi cümlənin xəbəri nətər olur? Bax, B-də yazıb ümumi şəxs cümlədir. 2-nin təki və yaxud 3-ün cəmində. Düzdür? Ya larla bitir, ya sənlə və təxmini belə olacaq. Belə bir sual da yoxdur burada. Bir dənə A qalıb. Cümlə və mübtəda, xəbər, zərflik. Burada olacaq onda A variantına düz gəlir. Burada işarə eləyək. Ayağa qalxdı kim? Rüstəm. Nə zaman? Onun bu sözünü eşidincə. Bu oldu A. D, Y, A. Cavab C variantı. Belə deyim ki, bir-iki sual çətin idi. Digərləri asanlaşacaq. 34-cü suala baxırıq. 34-cü sualda ara sözü istəyir bizdən. Sözün qısasıdır. Sözün qısası sözünü başqa yerdə işlədə bilərik. Məsələn, sözün qısası hər zaman nədir? Sözün qısası insanı bezdirməz. Məsələn, deməli 3 doğrudur. Burada elə 3-ü yazıb. Kontekstə görə, yəni yerinə görə, işlənmə yerinə görə ismi birləşmə də ola bilər. 3 doğrudur. Sonra sıra bildirir. Sözün qısası sıra bildirmir axı. Sözün qısası nəticə ümumiləşdirmə bildirir. Deməli, bu səhvdir. Əvvəla sözü ilə də ümumiyyətcə sinonim ola bilməz əvvəla sözü ilə. Deməli, bura yanlış imiş bu ikisi. İfadə vasitəsi modal sözdür. Modal söz iki söz olmur. Söz birləşməsi ilə ola bilmir modal söz. Deməli, bu səhvdir. Biz ümumiyyətcə doğrunun altından doğrunu seçəcək, yanlışın altından yanlışı. Beləliklə sözü ilə əvəz edirsə, məna dəyişməz. Sözün qısası bu işləri sabah təhvil verməliyik. Beləliklə verməliyik. Bəli, bu doğrudur. Özündən sonra intonasiyadan asılı olaraq nida ola bilər. Heç belə şey ola bilərmi? Sözün ortasında nida və ya sual. Deməli, bu səhvdir. İndi cavaba baxaq. Müsbəti seçirik. Burada isə mənfiləri seçirik. Cavab oldu 3, 4, 6. Bunlar biraz çətin kimi suallar. Bundan sonra artıq asanlaşır deyə bilərik. Gəlin darandı. Daramaq sözün kökü daranmaq. Deməli, bu qayda işdir. Bu hər qayda kitabında da var. Bu qayda işdir. Qucaq sözün kökü qucaqla, qucaqlaş. Bu da olacaq qarşılıq növ, avtomatik cavab çıxdı artıq. Bu da məlum güldürdü. Yəni kiməsə icbar eləmir, məlum növdədir. Biraz daha asan olur bundan sonraki suallar. Kimin ki dostu var, o xoşbəxtdir. Burada bu sual nədir bu? Bax, sanki bağlayıcı söz. Bağlayıcı söz də daha çox sual əvəzli olur. Bir tərəfdə sual verir, digər tərəfdə cavab istəyir. Daha cavab verir. Kimin dostu var, o xoşbəxtdir. Kimi çağırırsan, o gəlir. Bax, belə şeylər. Bizdən səhv istəyəcək. Tərkibindəki cümlələr müəyyən şəxsidir. Bu mövzular hər zaman imtahana düşür. Yəni, bağlayıcı, daha doğrusu tabeli mürəkkəb cümlə, sonra müəyyən şəxsidir və ya belə şeylər. Xoşbəxtdir kim o, var nə, kiminki dostu. Deməli, bu müəyyən şəxsidir. Baş və budaq cümlə ismi xəbərdir. Ümumiyyətcə, burada feil yoxdur. Bu da doğrudur. Tabeli mürəkkəb cümlədir, avtomatik doğrudur. Birinci budaq, ikinci başdır. Bəli. Əgər bağlayıcı söz varsa birinci budaq, sonra başdır. Bunun da asant qaydası var. Əslində, başla budağın tapılmasının uyğun yer deyildiyi çox demirəm. Tərkib hissələr bağlayıcı ilə bağlamış. Burada bağlayıcı deyil. Amma uşaqlar daha çox burada çaşaraq. Neynirlər? Kini götürüb bağlayıcı deyil. Bu deyil. Kiminki sözü bağlayıcı sözdür. Deməli, cavabımız Y variantı. Baxırıq 37-ci suala. Xan, başına dönüm. Sən nişan verdiyin damdaşı tapdım. Qutunun qapağını qaldırdım. Doğru fikirlər deyir. Deyir ki, bir dəqiqə. Nəydi bu? Fe'li birləşmənin tərkibində hərəkətin subyekti var. Sən nişan verdiyin. Bu fe'li birləşmədə dık plus mənsubiyyət. Verən nədir o? Nişan verən sən sözüdür və bu da subyektdir. Bu doğrudur. 2. Xəbərdə sintaktik əlaqədə olan cümləz var. Bu lap bəsit sualdır. Niyə? Əgər bir cümlədə xəbər varsa,
və digər sözlər varsa 100% orada sintaktik əlaqə var. Sintaktik əlaqənin hər iki növü var. Bunun da asan yolu nədir sintaktik əlaqənin? Həmcins varmı? Baxaq. Başına dönüm. Bax 1. Nə idim başına dönüm? Tapdım, qaldırdım. Bunlar həmcinsdir. Deməli burada sintaktik əlaqənin üçü də var. Nə oldu burada cavab? 1, 2, 3 var. Deməli cavab D variantıdır. Üzərinə rəqəm yazılmış hər biri tabellik əlaqəsinə yalnız əsas ola bilər. Xəbər əsas da olur, asıl da olur. Və yaxud qutunun qapağı sözü. Elə bunun bir tərəfi əsasdır, bir tərəf aslıdır. Belə sayılır. Ona görə bu da səhvdir. Mübtəda xəbərdir, mübtəda ümumiyyətcə yoxdur. Qaldırdım ki, mən. Deməli bunlar səhvdir. 38-ci sualda bütün isimlər mənsubiyyə şəkilçisi ilə işlənmişdir. Bəzi uşaqlar A-nı yazıb burada. Xala sözü şəkilçi yoxdur axı burada. Getdi. Günəşin şüaları. Bu yəli şəkilçisi. Bu da getdi. Qoyunu təsirli hal şəkilçisi. Bu da getdi. Çöldə yer. Bir dəqiqə mən. Düz dedim də. Bəli. Qoyunu təsirlikdir. Çöl sözü isimdir. Bu da yerlikdir. Ona görə olmur. Baxaq. Mənim əvəzlikdir. Yərlikdir. Böyük düşmən. Bunlar heç hansı iş əvəzlikdir, sifətdir. Bir dənə burada söz var, bəxtim, mənim bəxtim, o da elə mənsubiyyə şəkilçisidir. Cavab Y variantı. 39-a baxırıq. Qoy mən hicranımla qalım baş-başa, sən qəm zincirlərini qır, boynundan at. Leksik mənası olmayan sözlər işlənilib. Bəli, birinci söz, qoy. Deməli, bu doğrudur. Bizdən də elə doğrunu istəyir. Tünd qara hərfli olan sözlər homonimdir. Qır sözü asfalt mənası var. Bir də nəyisə qırmaq. At, sürən at, bir də nəyisə atmaq. Bu da düzdür. Bəzi sözlərin sinonim var. Ümumiyyətcə, hicran, nə bilim, sonra elə qır, sındır, qəm, kədər. Bu da doğrudur. Bütün sözlərin leksik həm də qrammatik mənası var. Bu, 1 ilə 4 bir-birinə əks sözdür. Leksik mənası olmayan varsa, deməli, bunun elə bu səhvdir da. Çünki köməkçinin hissəsinin leksik mənası olmur. İkinci misrada antonimi olan sözlər var. Məsələn, qəm, bunun əksi nə olar? Sevinç, qır, nə bilim, belə sözlərdir. Elə bir dənəsi olanda bəs eləyir deyə düşünürəm. Yoxsa bizdən ikisini istəyirdi. Ata nə demək olar? Nəyisə atırsansa, o birisi qarşıdan tutar da yəqin ki. Nəyisə qırırsansa, o birisi yəqin düzəltmək olar. Və yaxud belə. Deməli, var. Bizdən nə istəyirdi? Doğrunu istəyirdi. Nə oldu cavab? 2, 3, 5 mi? Yoxsa 1? Burada işlənməyib deyir. Bir səhv imiş. Mən qarışdırdım. 2, 3, 5, B variantı. Baxırıq sonuncu suala. İmin testlərini əgər yazmışdırsa, bu sizin üçün heç problem olmayacaqdır. Təyin tərkib deyir. Uzaqdan gələnlərə tamaşa edən oğlan qardaşım idi. Qardaşım idi kim? Oğlan. Hansı oğlan? Uzaqdan gələnlərə tamaşa edən cavab adı. Belə. Bu da bizim, baxaq digərlərinə. Başına döndüyüm gülüzlü sona. Sona, necə sona? Başına dönməkdə frazoloji birləşmədə olmaz. Burada nəyi bələdçilik etdiyini, burada ümumiyyətcə təyin deyil. Təyin olmuş vaxtda, təyin olmaq sözünü heç götürsək belə bu bir sözdür, mürəkkəb sözdür, tərkib deyil. Burada da ümumiyyətlə fe'l-sifət yox. Cavab belə. Ümid edirəm ki, imtahanda yaxşı yazmışdınız. Sağ olun.